ölkə üçün təhlükəlidir. Buna necə cavab vermək olar? Onu qardaşım, deyən adam var, sələflər ölkə üçün təhlükədir. Vallahi onun özü ən böyük təhlükədir ölkə üçün, o insanın özü. Onu deyən adam ölkəmizə ən böyük təhlükə elə insanlardır, o blogerlər, o jurnalistlər və s. Həqiqi mənada təhlükə onlardır. Sələflər deyir, təhlükədir ölkə üçün. Hansımızdan təhlükə görmüsən, qardaş? Nə təhlükəsi deyirsən sən? Bizim firqə qədər, Əhlüsünnə vəl Cəmaə, sələflər kimi ölkənin, dövlətin mənfəətini qorumağa çalışan ikinci firqə yoxdur. Tapmayacaqsan, qardaş. Bizdə ümumiyyətlə insanlara qarşı xəyanət yoxdur. O ki, qaldı, hakimə qarşı, rəhbərə qarşı xəyanət görəsən. Belə olduğu halda sən necə deyə bilərsən təhlükədir? Yalan yoxdur, qış yoxdur, haqqa girmək, zülm, rəhbərə qarşı, hakimə qarşı, dövlət başçısına qarşı nəinki çıxmaq yoxdur. Danışmaq, oturub evdə danışırsan. Belədir, belədir. Bu haramdır. Alimlər bunu çıxmağa aid ediblər. Xuruc, hakimə qarşı çıxmaq, danışmaq, çıxmaqdır deyir. Belə olduğu halda günah qazanan insan. Necə? Danışanlar. Şək yoxdur. Günahdır. Əgər xuruc günahdırsa, hakimə qarşı çıxmaq, etirazlar etmək, o bəzi cəmaatın görürük də necə rəhbərə qarşı çıxırlar, danışırlar, etirazlar, mitinqlər və s. Bu yoxdursa, danışmaq da buna aiddirsə, təbii ki, o günah olduğu kimi bu da günahdır. Sən hansı sələflərdən görmüsən ki, ölkəyə təhlükə yaratsın? Vallahi, hamısından gözləmək olar, hamısından, bizdən olmaz. Bu, nəyəsə xatir deyil. Bəzilərinə deyəndə ki, bizdə bu yoxdur, elə bilirlər ki, yaltaqlıq edirik. Belə görsənir axı, yaltaqdır. Elə bilirlər qorxuruq, elə bilirlər reyting xatirindən, nə bilim, nəsə yox, qardaşım. Biz bunu dindən görürük. Təsəvvür elə, sən bunu dindən görürsən, qardaş. Sən bundan ibadət edirsən Allaha. Bizim qədər, sələfi cəmaatı qədər, ölkəni sevən ikinci cəmaat yoxdur. Vətənini sevən, dövlətini sevən. Yoxdur, qardaş. Sən nədən danışırsan? Hansı təhlükədən danışırsan? Sevən, biz vətəni sevirik, ölkəni sevirik, dövləti sevirik. Dövləti sevən adam, dövlətə qarşı xainlik edər. Etməz, qardaş.